İnsan necə bilə bilər ki, İmam Zaman əleyhissalam gələndə onun yanında olacaqdırmı? Çox qorxuram ki, zuhur zamanı imamı tanıya bilmərəm. Aleyküm salam və rəhmətullah. Bəli, bunun üçün çox gözəl, belə desək, bizim qayda qanunlarımız var, əlamətlər var. Bu cür deyil ki, xeyr, bilinməsin. İmam Zaman gələndə şəriətdən başqa bir şey deyil ki, hər bir kəs bunu özü bilə bilər. Düzdür, əlbəttə bu nigarançılıq özü bir yaxşı bir əlamətdir. İnsan heç vaxt özünü bəyənməməlidir ki, hər nə qədər kamilləşsə də özünü naqis görməlidir. Qorxmalıdır süqut eləməyindən. Qorxmalıdır süqut eləməyindən. Ki, Əli əleyhissalam təqvallar xütbəsində bir dənə əcib bir nöqtə var orada. Buyurur ki, Lovla əcəlulləzi, yəni iki cür gəlib, ya acalul olsa əlləti oxuyuruq, lovla acalulləti, ya tək gəlsə cəm şəklində əcəl gəlsə, acal gəlməsə əlləzi oxuyuruq da, yəni kişi zincində. Lovla əcəl, bəzi nüsxələr yəni tək gətir, bəzilər cəm gətir. Bəzidə lovla acalullətidir, bəzidə lovla əcəlulləzi. Fərqi yoxdur. Lovla əcəlulləzi Kətəbəllahu aleyhim ləm təstəqirrə ərvahum fi əcsadum tərfətə əyn şovqan ilə savab xovfən minəl iqab. Buyurur ki, təqvalı insanların xüsusiyyətində deyir, əgər Allah Teala onlara o əcəl təyin eləməsəydi, onların ruhları cisimlərində bir göz qırpımı qədər qalmazdı. Nə üçün? Buyurur ki, şovqan ilə savab, o behişdə ki, Allah Teala savab verəcək bunlara, əcr mükafat edəcək, onun eşqindən. Düz, bunu hamı bilir. Yəni burada bir qaranlıq nöqtə yoxdur. Amma qaranlıq nöqtəsi buradadır ki, buyurur, xovfan minəl iqab. Deyir, əgər Allahın əcəli onlar üçün yazdığı əcəl olmasaydı, bir göz qırpımı qədər ruhları cisimlərində qalmazdı. Nə üçün? Allahın əzabından qorxu üçün. Mənası nədir? Yəni Allahın qorxusuna tələsirlər. Şövqən ilə savabı başa düşdük. Yəni adam behişdə həqiqətən tələsər. Yeri var ki, bir adam ki, bilir ki, behişdəlidir, o tələsir ki, la ilə mənim canım al, mən cim behişdə məsələn. Amma xovfan minəl iqabın mənasıdır. O nədir? Orada bilirlər ki, buna xatir ki, o qədər o günah eləməkdən qorxurlar ki, günahın nəticəsidir də o Allahın əzabı. Deyir, qorxurlar ki, yaşayalar birdən günaha batarlar. Onun üçün deyir, əgər Allahın onlar üçün yazdığı əcəl olmasaydı, bir göz qırpımı qədər ruhları cisimlərində qalmazdı. Bu aləmi tərk eləyərdim. Nə üçün? Həm o behişdə şövqən, həm də qorxurlar ki, bu aləmdə yaşayalar birdən əldən verərlər bu savabları. Günahdır. Onun üçün diqqət edirsiniz. Amma odur ki, yəni bu qorxu lazımdır, normaldır. Amma bu cür də deyil ki, insan məsələn bilməsin ki, məsələn mən necə İmam Zaman əshabım olum. Şəriət. Birinci növbədə günahdan çəkinmək. O qayıdır insanın o fərdi həyat tərzinə, İslami və ilahi yaşam tərzi buradan başlayır. İnsan gözünü kontrol eləyə. Gözünü kontrol eləyə. Haramdan yuma. Qulağını kontrol eləyə. Dilini, dil çox mühüm məsələdir. Lazımsız danışmaya. Özünün ixtiyarında ol, özünü boşlamaya. Belə insanlar artıq yavaş-yavaş o mənəvi taharətin sayəsində hər bir insan elə İmam Zaman gəlməmişdən qabaq da o mənəvi irtibatı qurmaq olar. İmam Zamanı zahirdə görmürlər. Amma mənəvi irtibat niyə? Mənəvi irtibat yol açıqdır. Qapı hər kəsin üzünə açıqdır. Hər kəs bir balaca təhsib-i nəfs eləsə, o qəlbində pak insanlarla, mən həmişə deyirəm, Allahın yəni təkvini qanunlarından da, insanın ixtiyarında deyil. Allah özü bu aləmi, bu sistemi bu cür yaradıbdır. Hər kim əgər o təharət sahibi olsa, özünü haramdan qorusa, şəriətlə yaşasa, əhli gecə namazı olsa, müstəhəb bəzi mühüm müstəhəbata əməl eləsə, bu insan öz qəlbində o rabitəni kəşf edəcək. Yəni öz-özünə kəşf olacaq. Əhl-i Beyt əleyhissalamdan mənəvi rabitəsi həmişə olacaq. Allah razı olsun, sizə gözəl izahınız üçün.